qəlbində olan iman ağacı da zəif olanda görürsən ki, şübhə gəlir, insan şübhəyə düşür. Və şəhvət gəlir, şəhvətə düşür. Amma nə vaxt ki, ağac möhkəmlənir və onda artıq o şəhvət və şübhə küləkləri ona təsir etmir. Və həmçində həmən ağacı möhkəmləndirən ən böyük amil də namazdır və namaz insanın imanını möhkəmləndirir və böyüdür, çoxaldır. Və həmçinin insanın namazı qorunması onun xeyir əməllərə olan rəğbətini artırır və həmçinin ibadətləri onun üçün asanlaşdırır. Və insanda olan şər istəkləri azaldır, insan nəfsində olan və bu da müşahidə olunan, hiss olunan bir işdir. Və kim ki namazı qoruyur, fərzləri və nafilələri və görürsən ki, o insanın digər əməllərinə də təsir edir. Başqa əməllərinə də təsir edir. Və həmçinin namazın faydalarından, səmərələrindən 30-cu fitnələr zamanı insan sabit qalır. Yəni namazlarını qoruyan insanlar fitnələr zamanı ən sabit olan insanlardır. Və həmçinin namazın səmərələrindən 31-ci insanın qəlbində, xüsusən müminin qəlbində haramlara qarşı qeyrət alovunu, ateşini alovlandırır. Çünki din qeyrətin altında yerləşir. Qeyrəti olmayanın dini olmur. Kim ki namazı yaxşı qılır, onun qeyrəti daha çox olur. Və həmçinin namaz insanın nəfsində olan xəstəlikləri müalicə edən ən əsas səbəblərdəndir. Hansı ki, xəsislik, həsəd, kəmhövsələ, tamahkarlıq və digər bu xəstəlikləri namaz müalicə edir. Və həmçinin namazın bundan sonra ən əsas bunlar idi və bundan sonra yəni tibbi faydaları da vardır. Görsən namazla insanın bədən üzvləri daha da möhkəmlənir və bədən üçün də faydası çoxdur və eyni zamanda bir çox xəstəliklər üçün faydalıdır, qarın xəstəlikləri üçün və eyni zamanda namazda müxtəlif hərəkətlər vardır və oynaqlar, yəni hərəkət edir. Və bu da insan üçün böyük faydası var. İnsanın mədəsinə faydası vardır. Və əlavə olaraq da insanın gün ərzində dəstəmaz aldığı zaman onun təmizlənməsidir. Və sözsüz ki, bütün bunlar hamısı müşahidə olunan heç bir, yəni ixtilaf olmayan bir faydalardır. Və həmçinin faydalarından odur ki, namaz insanın qəlbini nurlandırır və köksünü genişləndirir və nəfsinə fərəh gətirir. Və hətta həkimlərdə belə, bütün həkimlər deyirlər ki, insanın qəlbini rahatlandırması ən əsas vasitələrdən namazdır.